Əmə Allah xeyir versin. Sağ ol qardaşım. Maşınımız Kia Rio. Kia Rio'dur. 2006-cı il buraxılışıdır. 1.5 mühərrikdir, dizeldir, mexanika korobka. Çox gözəl vəziyyətdədir, ideal vəziyyətdədir. Yəni heç bir xarablığı, yağ yeməyi, hər şey çox gözəl səviyyədədir. Kondisioneri də, içi də, hər bir şey. Nə vaxtdan sizinkidir bu maşın? 2 il yarımdır məndədir. Hələ məni yolda qoymuyor. Öz adınıza rəsmiləşdirilib? Öz adımadır. Yəni etibarnamə ilə sürmürəm. Texniki baxış, sığorta. Sığorta var, texniki baxış var. Hamısı cərməsi yox, heç bir şey yox. Alandan sonra xərcləriniz olubdumu? Alandan sonra bir dəfə təkərləri dəyişmişəm. Akkumulatoru da dəyişmişəm, vəssalam. Mühərrikin vəziyyəti necədir? Çox gözəl, üstəyə də baxdırmışam, çox əla. Yığılıbdı mühərrik? Xeyr, necədir zavoddan gəlmə, çox gözəl. 230 min göstərir. Bəli. Yağazaltma, səs? Xeyr, hər dəfə texniki qulluğunu eləyirik, yağını dəyişirik, yağ filtridir, yanacaq filtridir, hava filtridir. Texniki qulluq eləyirik deyən avtomobil bizi yolda qoymur, incitmir. Çox gözəl. Yanacağı nə qədər yandırır? Yanacağı 100-ə 5 yandırır. Kondisioner yaxşı işləyirmi? Bəli, çox gözəl. Korobkası nədir? Avtomat, mexanika? Mexanikadır. 5 olur da? 5 skorusdur, bəli. Problemi yoxdur ki? Xeyr, heç bir problemi yox, çox gözəl. Ön çəkən maşındır. Qranatların vəziyyəti necədir? Çox əla, hər dəfə ustaya yoxlatdırırıq, tez-tez. Yəni, usta daimi yoxlayır, nəzarət eləyirdi, maşınımla 100% cavab deyər. Daş kəsəkli yolda səs eləmir ki maşınımız? Xeyr, heç bir səs. Təkərləri yaxşıdır. Təzə təkərdir, hamısı təzə qoymuşam, özü də görürsünüz. Disklər sadə diskli, kalpaklandır. Sadə disklərdir, üstünə prosto şeylər var. Kalpak keçirilir. Hə. Polda vəziyyət necədir? Çox gözəl. Zədə yoxdur ki? Heç bir zədə çürüyü yoxdur. Olmasın. Dəyişiləni varmı? Qapı, krel, kapot? Xeyr, məndə olan müddətdə heç bir şey vurulmayıb deyin, dəyişilməyib. Amma kraskalanmış olar da. Xeyr, kraskalatmamışam da. Kraskalatsam bu vəziyyətdə olmaz, daha ideal vəziyyətdə olardı. Yox, zavodun kraskası da eləsin demək Zavodun kraskası üstündə nə gəlirsə odur. Kosmetik işlər varmı? Xeyr, olmayıb. Yox, indi hazırda yoxdur ləkəsi, cızığı. Ya oradan buradan bekara, nə bilim, maşındır da, inək deyib, ya daş deyib, belə xırda-xırda şeylər. Gözəlləşdirmək istəyən əl gəzdirməlidir, eləmi? Bəli, bəli. Bir balaca əl gəzsən, olacaq təzə zavoddan çıxıb bu maşın. Şüşələri yaxşıdır. Bəli. Ön şüşəsi yaxşı. Yan şüşələr düymə ilə? Düymə iləndir, bəli, hamısı. Dördü də? Dördü də. Ha, nə gözəl. Şitin üstü təmizdir, biraz bozarma görürəm Adcana. Da indi qardaş, 20 ilin maşınıdır da indi, olmalıdır. Oturacaqlar yaxşıdır. Hamısı. Çuxoldur, hə, süzülmə var Adcana, elə belə. Yox, çuxollar üstünə geyindirmə var, prost geyindirib almışam evdədir. Onları taxmadım. Qəşəng. Maşınımızın qiyməti neçədir? 8800-ə deyirəm, razılaşma yolu ilə də olar. Biraz İzləyicilər deyir onu bütöv 8-ə verər, gələk. neçə? 8-ə, bütöv 8-ə. Yox, 8-2-yə verərəm. 200 manat arada qalır, eləmi? Hə. Gözəl. Telefon nömrəsini deyin. 050 447 48 26. Hansı rayon? Bərdə rayon 32-lər kəndi, Şirinov bəylər Şüküroğlu. Şəhərdə göstərmək olacaq, Bərdənin özündə. İstəyən olarsa da deyirəm, əlaqə saxlayaq deyə. Bəli. Kəndə gəlsələr qonaqlıq verəsən. Ay, mənim gözüm üstə. Gözüm var olsun. Bərdə onsuz da 30 ildir Azərbaycanın yarısına qonaqlıq vermirmi? Uğurlar arz eləyirəm. Sağ ol, sağ ol, sağ ol. Allah razı olsun. Siz də sağ olun.